بسم الله الرحمن الرحیم. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Harac edirəm, bilmirəm hara çıxır bu yol, hardan geçib, hara aşsam, uçurumlara çıxır bu yol. Bu nə mənzildir sonu yox, özündən bir səmtə yönü yox. Əgər buradasa yeni yol, hara çıxır, hara bu yol? Bəlkə dağlı, düzlü, yanan, səsli yanan, sözlü yanan, kül altında gizli yanan ocaqlara çıxır bu yol. Çox analar ağlar qalıb, sinələrdə dağlar qalıb, əlim yetməz, çağlar qalıb, o çağlara çıxır bu yol. Bilməm, bilən varmı? Bilə, hara çıxır bu yol? Bilməm, görən varmı? Görən, hara çıxır bu yol? Məmməd Arazla başlayıb sizlərə salam deyirəm. Bir sıra sırdaşlar, göylü tox, ürəkli yanan yoldaşlar, media üzərində, ictimai şəbəkələrdə bizim Mövlana ilə bağlı yayılan çıxışları, araşdırmaları alt-üst eləyib, diqqətlə izləyib, dinləyiblər. İşlərində tərifləyən də var, tənqid eləyən də. Nəsimi demişkən, müddəi tən eləyib, başıma qaxar eşqini, sınığa vacib deyildir bunca atmaq daşlar. Bizə düşən hər iki qrupdan sayğı ilə təşəkkür etməkdir. Dedi axı, Məsnəvi از تو هزاران شکر داشت در دعا و شکر کفها برفراشت. Ali Həzrətləri əleyhissalam buyurankən, cuhudul ihsan yəhdu əla qubhil imtinan. Yaxçılığı danmaq çirkin minnət qoymağa çatar. Tənqidlər bizim söhbətlərə uyuşmaz. Amma umarsız yayılması, minnətsiz ortaya çıxması bizim xeyir dualarımızı qazandırır. Biz gələnci görüntü çıxışlarda onlara cavab verəcəyik. İndi yox. Niyə ki? Mövlana bir baxışın hələ başlanışındayıq. Yolu azarıq. Mövlana demişsən, gər şəvəm məşğul eşkal و cavab, teşnegan ra ki təvanəm dad ab. Dolayısıyla onları bu durumda saxlayıb saxlaşdırırıq. Mövlanaya bir baxışığın 7-ci hissəsini başlayırıq. Bu hissədə Məsnəvinin 5-ci, 6-cı dəftərinin başlanğıcını açıqlayacağıq. Necə ki, keçmiş verilişlərdə də 1-ci, 2-ci, 3-cü, 4-cü dəftərlərin başlanmasını Husamuddinlə nə ilgisi olmalarını açıqlamışdıq. İndi isə bu son 2 dəftərdə nəzər salıb, bu 2 dəftərdə Mövlananın Husamuddinə baxışı ilə tanış olacağıq. Axı, yəqin ki bilirsiniz, Mövlana izləyənlərinin üzərinə, qabağına 2 yol qoyur. Tələb ya tərəb. Axtarış ya şadlıq. Axtar, tap. Tapdın, şənlən. De, gül. Əgər to yar نداری چرا طلب نکنی وگر به یار رسیدی چرا طرب نکنی به کاهلی بنشینی که این عجب کاریست عجب تویی که هوای آن عجب نکنی.
Əgər yar yoxundur, niyə tapana qədər axtarmısan? Əgər yara yetişmisən, tapmısan, niyə şadlıq eləmisən? Bilirsiniz, bu Mevlana'nın yaşayışa ən ilkin, önəmli fəlsəfəsidir. Bilirik, yar kələməsi kökündə türkü kələmədir. Yarmaqdan, yaralanmaqdan, bir zadı ortadan bölməkdən gəlir. Yar insanın yarısıdır. Yarılıb yarısında yerləşib. Yar olsa insanın yarısına sahib olar. İnsan yarla kamilləşər. İnsanın yarısı yardadır. Dədə-baba sözlərimizdə də belə gəlib. Yar qadasın yaralar. Yar dərdini yar çəkər. Yar kələməsi çoxlu kələmələr kimin türk ədəbiyyatından fars ədəbiyyatına köçübdür. Onlar da bir şeylər artırıb, örnək üçün yaran kələməsini quraşdırıb, gürləşdiriblər. Özlərinə biliblər. Amma belə deyil. Ha belə dost kələməsi də türkü kələmədir. Bizə düşən birinci fars ədəbiyyatında olan türkü kələmələri etimologiya baxımından nöqtalayıb tanımaq, tanıtdırmaqdır. Onlara da göstərməliyik. Türk ədəbiyyatı zəngin, dolu olmasaydı, kələmələrlə aşıb daşmasaydı, necə ixracata əl verə bilərdi? Bir anlamlı kələmə təhcə ləfz olaraq içində bir qavram daşıyır. Çox uzaqlaşmayaq. Mevlana İslam-Türk dünyasında ən çox hikmətli şeir deyən şairlərdəndir. Əgər qafiyə onun əl-qolunu bağlamasaydı, şübhəsiz o çoxlu, bollu əsərlər yaradacaqdı. Qafiyə əndişəm o dildar mən guyədəm mən diş göz didar mən. Hərf و گفت و صوت را برهم زنم تا که بی این هر سه با تو دم زنم. کیف یأتی النظم لی و القافیه بعدما ضاعت اصول العافیه. ما جنون واحد لی فی الشجون بل جنون فی جنون فی جنون. Mevlana'nın əsərləri, namələr, müzələr, fihi mafih və Şəms divanı məsnəvi mənəvidir. Özü bir əsəri bütün yazmayıb. Təhcə məktubat ya həmən namələr kitabında qələm işlədib. Fihi mafih Mevlana'nın yoldaşlarının, sırdaşlarının aralarında danışıqlardır ki, məsnəvini bir düşünən insan fihi mafihi oxumalıdır. Niyə ki, fihi mafih məsnəvinin beyni cövhərəsidir. Məsnəvini sıxarsan, fihi mafih çıxar. Fihi mafihi açarsan, məsnəvi nağılları çıxar. 5-ci dəftərin başlantısından belə məlum olur ki, Husamuddin məhfillərdə, məclislərdə tanınmış bir mürid olub. Ulduz kimi işıqlayıb. Bu ulduz bu dəfə özü Mevlana'dan istəyir 5-ci dəftəri başlasın. Mevlana da Husamuddini tərifləyərkən müridlərin paxıllığından qorumaq üçün çox ehtiyatla davranır.
5-ci dəftər burada belə başlayır. Şah حسامالدین که نور انجم است طالب آغاز صفر پنجم است. Şah dinin pusadı, ulduzların nuru indi məndən Məsnəvinin 5-ci dəftərinin başlamasını istəyir. İstəyər ulduzların nuru husam 5-ci dəftəri mən başlayam. ای ضیاءالحق حسام الدین راد اوستادان صفا را اوستاد. ای حسام الدین ki sənsən ustad, dumduru ustadlara adın soyad. گر نبودی خلق محجوب و کثیف ور نبودی حلقه ها تنگ و ضعیف. Əgər bu millət kəsif bir millət olmasaydı, əgər bunlar darboğaz olmasaydı, در مدیحت داد معنا دادمی غیر این منطق لبی بگشادمی. Səni elə tərifləyərdim, elə bir dil açardım, o dillə tərifləyərdim, amma ola bilmir. Olmasaydı xalq bunca örtüdə, olmasaydı darbaxış, darhövsələ, ayrı bir dildə öyərdim mən səni. Ondan artıq tərifləməzdim heç nəyi. لیک لقمه باز آن صعوه نیست چاره اکنون آب و روغن کردنی است. باز همان şahin pərəndəsi, səvə bir balaca quş, serçə. O onun qəzasını yənməz, serçə sindirməz toğanın qəzasın. Pəs qabın bölmək gərəkdir hər zadın. Mədh to heyf است با زندانیان گویم اندر محفل ruhaniyan. Həbsidə olanlar, onlar ki ruhları həbsidədir, onların içində mən səni tərifləmənəm. Səni mənəvi adamların içində təriflərəm. Bağlıya düz iş deyil səndən demək, çatmışa səndən desəm itməz əmək. شرح تو غبن است بر اهل جهان همچو راز عشق دارم در نهان. Səni tərifləmək ziyankarlıq gətirər. Eşqin razı kimin içərimdə saxlayacam. Razını eşqim kimi gizlətmişəm. İtməz əmək aləmə səndən desəm. Görürsünüz, Mevlana çalışır Hüsamüddini müridlərin darbaxımından, paxıllığından qorusun. Dədə babalarımız demişkən, özünü alim istəyən cahildən uzaq olar. Mevlana da çalışır onu cahil, qafil, qalın, qabıq insanlardan uzaqlaşdırsın. Ona duyğularını eşqin sırrı kimi içində saxlasın. Fuzuli də deyirdi, razı eşqin saxlaram eldən nəhan, ey sərv-i naz. Getsə başım şəmidək, mümkün deyil ifşay raz. Hüsamüddinə bu gedişatı, Hüsamüddin də bu gedişatı Mevlana'da bəyənib dəstək verirdi. Niyə ki, Şəmsin başına gələn oyunlar gözünün qabağındaydı. Bəlkə Hüsamüddin ərəb şairi Mütənəbbi demişkən, hər zaman özü ilə bu şeiri oxuyarmış. Əzil həstəl hussad ənni bikəbtihim fəəntəlləzi səyyərtəhum li hussəda. Onları paxıl bara gətirən sən olubsan. Çıbbağla onların paxıllığını məndən uzaq saxla. قصد کردستند این گل پاره ها تا بپوشانند خورشید تو را. Palçıq sifət adamlar çalışırlar səni, sənin günəşiyi gizlətsinlər. Amma belə olmayacaq. Axı, günəşin üzünü palçıqlamaqla örtmək, gizlətmək olarmı? چون تو خفاشان بسی بینند خواب که جهان ماند یتیم از آفتاب. Ola bilməz. Aləm yetim qalmaz. Niyə ki, aləmin günəşi var.
6-cı dəftər Məsnəvinin axırıncı dəftəri olub. Keçək bir sıra adamlardan ki, Mövlanaya 7-ci dəftərin olmasını da deyiblər. Amma Mövlananın belə dəftəri olmamalıdır. Niyə ki, öz yöndəmi, gedişatı 6-cı dəftərə hakim olan fəna qavramı, köçmək anlamı, 6-cı dəftərin nağıllarını özənliklə uçmaq hissi, bürəməsi, mirac boyası ilə nağılların boyanması bu rüxsəti vermir. Mövlanaya 7-ci dəftərin olmasını onaylayaq, vurğulayaq. Buna görə 6-cı dəftər Məsnəvinin sonuncu dəftəridir. Belə başlayır. Pişkəş-mi ağrəmət ey mənəvi qism-i sadis در تمام مثنوی. تمام مثنوی yəni etmam məsnəvi, tətmim məsnəvi. Ərəb sərfində fəal, təfilin o birisi bir bablarındandır. Bir vəznidədirlər. Səlamu təslim kimi. Məsnəvinin qurtarmağı, sona çatdırmağı yenə də Mövlana tərəfindən bu dəftərdə də Hüsaməddinə aiddir. Bu dəftərin başlanmasında Mövlana yenə də onu ürəklərin həyatı çox bilən, cazibəli bir insan adlandırır. Baxmayaraq, Mövlana Hüsaməddin Çələpi Urməvinin hörmətinə görə Məsnəviyə ikinci adı Hüsaminamə qoyur. Necə ki, sonralarda əlavə edəcək Divan-ı Kəbir əsərini də Mövlana Şəmsin hörmətinə xatir Divan-ı Şəms adlandırır. Dəftərin əvvəlində deyir, Məsnəvi Hüsaminamədir. Hüsaməddin dünyanın dörd bir yanına onu dolandır. Sevgi cəhətsizdir. Saya ölçüyə sığınmaz. Sonsuz bir cazibədir. Sevginin amacı məşuqdur. Hədəfi də ona çatmaqdır. Qərb ədəbiyyatında belə gəlir. With love you should go ahead and take the risk of getting hard because love is an amazing feeling. Sevgi ilə qabağa getmək gərək xətərini də gözə ala. Niyə ki, sevgi taysız bir hissidir. Heç bir sinə ölçüyə girməz. Ey həyat dil, Hüsaməddin bəsi, meyl mi cuşədi be qism-i sadisi. Ey Hüsaməddin ürək bəndim mənim, yaranır 6-cı axır dəftərim. Gəşt az cəzb çoto əllameyi, در جهان گردان حسامینامه‌ای. Sən kimi əllamədəndir bunca iz, aləmi tutdu Hüsaminaməmiz. پیشکش می آرمت ای معنوی قسم سادس در تمام مثنوی. Ey olan məna üçün Həblül Mətin, adına mən bağladım 6-cısın. Şeş cəhət ra nur de, zin şeş sohuf ki yətufə havləhu mən ləm yətuf. Yaycınan bunlara nur 6 yana, Məsnəvini qanmayanlar da qana. عشق را با 5 و 6 کار نیست، مقصد او جز که cəzb yar نیست. 5 ya 6'ya yox eşqin işi, amacı yardır. Qamaşsın ta dişi. Allahdan hamınıza sağlıq, salamatçılıq arzulayıram. Sağ olasız, gələn görüşə qədər.